Dostlar salam, hər vaxtınız xeyir olsun. Deməli, gözəl insanlar, məhsul növ, nəqli cümlələrin çevrilməsi bu birinci video idi, birinci dərs idi. Oradakı qaydaların hamısı sual cümlələrinin məhsula çevrilməsi ilə eynidir. Bir, iki şey əlavə edəcəm və salam. Təkrardan girək. Məlumun mübtədası məhsulun nəyi ola bilər? Tamamlığı. Məlumun mübtədasını məhsulda tamamlıq kimi vermək istəyirsinizsə, qabağına nə verəcəksiniz? By. Bu məlum növdə cümlədir. Bunun mübtədası who'dur. Tamamlığı the letter. Bu o deməkdir ki, who gəlib burada nə kimi işləyəcək? Tamamlıq. Bu qədər sadə. The letter'da mübtəda idi. Gəldi məhsulun nəyi oldu? Sorry. The letter tamamlıq idi. Gəldi məhsul nəyi oldu? Mübtədası. Tamam mı? Amma yenə də mənim tamamlığım who'dur. Amma by ilə işlənməlidir. Who'nu cümlənin əvvəlinə verirsiniz. By'ı xəbərdən sonra, ya cümlənin sonunda ya da xəbərdən sonra da qalır. By'ı gətirib who'nun qabağına atanda who nəyə çevrilir? Who'ma. Yəni bütün söz önlər who'nun qabağına keçəndə bilin ki, who'ma çevrilir. Hər nəysə, by olmalıdır. Kim tərəfindən deməkdir. İndi gəl bura baxaq. Niyə birinci cümlə səhvdir? By yoxdur. Yəni kim var, tərəfindən söz yoxdur. Niyə ikinci cümlə səhvdir? By yoxdur. Yenə kim var, tərəfindən yoxdur. Və ya aşağıdakı cümləyə baxın. Cümlənin mübtədası send, tamamlıq the letter. The letter tamamlıq gəldi, mübtəda oldu. Düzdürmü? She mübtəda idi. Onu mən burada tamamlıq kimi göstərə bilirəm. Göstərmək üçün də by'dan istifadə etmişəm. By her. Bizdə he, himə çevrilir. She, herə. I, me olur. They, them olur. We, us olur. Hər nəsə, bunu biz əvəzdə keçmişik. Və burada niyə səhvdir birinci cümlə? Bu bir, bu iki. Çünki məlumun iş görəni, yəni məlumun mübtədasını gətir burada tamamlıq kimi vermirsən, amma by'ı verməmsən. İkinci cümlədə də by'ı vermirsən, by'ı verirsənsə mütləq məlumun iş görən, yəni mübtədasını verməlisən tamamlıq kimi. Vermədiyinə görə səhvdir. Bu bir. İki. Məlumun mübtədası məhsulun mübtədası ola bilməz. Niyə? Çünki məlumun mübtədası məhsulda tamamlıq ola bilər by'ın köməyi ilə. Yenə də cümləmizin mübtədası she'dir, tamamlığı the letter. The letter, yəni tamamlıq gəldi, nə oldu? Mübtəda. Amma bu cümlə niyə səhvdir? Çünki məlumun mübtədası she, gəlib təzədən məhsul mübtədası she olub. Deməli, nədir bu? Səhvdir. Eyni şeylə təkrarlanır. Məlum növ hansı zamandadırsa, məhsulda eyni zaman olur. Bu cümlələr məlumdur. İndiki sadə, keçmiş sadə, gələcək sadə. Bu cümlələr məhsuldur. İndiki sadə, keçmiş sadə, gələcək sadənin nəyi? Məhsulu. İndidirsə qardaş, əmizar. Keçmişdirsə was, gələcəkdirsə will be. İndiki bitmişsə have been, has been. Keçmiş bitmişsə had been. Anlata bilirəmmi? Gələcəkdirsə will be. Modalsa modal üstəcək be. İndiki davam etsə əmzar being. Keçmiş davam etsə was, were, being üstəcək fiilin üçüncü forması. Qayda budur. Yəni bura qədər hamısı təkrar, qaydamız budur. Bir dənə əlavə bunu deyəcək. Ümumiyyətlə sual cümlələrində 5 dənə cümlə üzü var da. Mübtəda, xəbər, tamamlıq, təyin, zərflik. Bir də ümumi sual cümlələri var ki, sual cümlələrini gələcəkdə keçəcəksiniz. Bardasa bundan sonra moda aldım, modaldan sonra sual cümlələri. Deməli, mübtəda və onun təyinindən başqa nəyə sual verirsənsə ver, köməkçi ver, keçir mübtədanın önünə. Bu, bütün zamanları keçəndə də belə idi. Məlum növdə bilirsiniz. Do, does, did, am, is, are, was, were, will, would, have, has, had keçirdi mübtədanın önünə. Düzdür, modallar da keçəcək, indi hansı keçəcək göstərəcək.
Məhsulda da köməkçi feilin nədirsə, əmzardır, yoxsa was were-dür, yoxsa will-dir, həzətdir, nədir sənin köməkçi feili? Onu keçirəsən, qardaş. Qısa və net. Gəl yoxlayaq. İndiki sadədə əmzar üstəcək feilin 3-cü forması idi. Keçmiş sadədə was were üstəcək 3 idi. Gələcəkdə belə eləyək, daha yaxşı görürəm. Gələcəkdə will be üstəcək 3. İndiki davam edicidə əmzar being üstəcək verb 3. Verb 3 feil 3 deməkdir. Keçmiş davam edicidə was were being üstəgəl 3. Bitmişlərdə have has had been üstəgəl 3. Modalda da bayaq dedik, yenə deyək. 1 üstəgəl 3. Sualda nə olur? Yəni nə keçir qabaq? Əmizar, was were, will, have has had, modal. Qalan tərəf qalsın yerində. Mübtədanın önünə keçirməyin. Testlərə də baxacaq. Bir dənə yadda saxlayın. Sənin sual əvəzliyinin özü mübtədadırsa, heç nəyi heç ara keçirməyə ehtiyac yoxdur. Hu mübtədadır, hu mübtədadır, hu mübtədadır. Birbaşa özünə sonra xəbər gəlir. Yəni, yeganə cümlə üzvü mübtədadır ki, mən ona sual verəndə köməkçi mübtədanın önünə keçmir. Birbaşa mübtədanın sual sözünə sonra xəbər gəlir. Bu məlumda da belədir. Bu məhsulda da belədir. Məsələn, adi bir cümlə yazaq, bircə dəqiqə. Ali is, nə bilim, playing. Məlumda yazıram. Əliyə sual verəndə nə olur? Kim playing deyərsən də, düzdür? Əli oynayır. Kim oynayır? Who is? Əlini who ilə əvəzlədim, sual əvəzini. Yenə də birbaşa xəbərlə uzlaşır. Bu məhsulda da belədir, gözəl insanlar. Yəni, desən ki, Əli was sent, yenə Əliyə sual ver. Who was sent? Heç də qabağa keçmir. Yəni, yeganə özü cümləni, mübtədasıdır ki, ona sual verəndə birbaşa xəbərin uzlaşır. Bunu niyə deyirəm? Çünki elə testlər var, imtihana inanmıram, amma yenə də. Məsələn, bu cümləyə baxın. Who, sən kimi qarşıladın parkda. Bu cümlənin mübtədası nədir? Sən. Kimi tamamlıqdır. Məlumun tamamlığı məhsulda nə olacaq? Mübtəda. Yəni, burada gördüyünüz who tamamlıqdır. Gəldi burada nə oldu? Mübtəda. Deməli, bu da nədir? Mübtədanın sual sözünü. Onu da özünə sonra birbaşa nə gəlməlidir? Xəbər. Who was met? Kim qarşılanıldı? Bu Azərbaycan dilində də belədir. Burada diqqətli olursunuz. Ümumi mənzərə budur. Görürsünüz? Keçib qabağa, keçib qabağa, keçib, modal da keçib. Yəni, demək istəyirəm ki, həfəzədi binlə, xəbərlə yanaşı verməyin. Was were davam edicidirsə, binlə yanaşı verməyin. Əmzar da davam edicidir. Will'ı be ilə, would-u be ilə. Əmzar was were indiki keçmiş sadədirsə, feilin 3-cü formasından, modalı da be ilə sual cümlələrində yanaşı verməyin. Ancaq ha vaxt yanaşı ola bilər. Who, what, yəni mənim sual sözüm, sual əvəzi özü mübtədadırsa. Zaten mən səhvləri çıxanda cavab özü çıxacaq. Gəlin bir iki dənə testə baxaq. Məsələn, 27-ci suala baxın. Did var burada. Keçmişdi. Mən nə axtaracağım? Was were. Was were olmayan variantları silirəm. Köməkçi və məlumda nəyin qabağına keçir? Zeyn. Deməli, zey burada nədir? Mübtədadır. Eyni zeyi gətirib məhsulda yenə verib. Orada da köməkçi və keçib onun qabağına. Yəni, köməkçi və nəyin qabağına keçirsə, o bizdə mübtədadır. Mübtədalarımız eyni şəxs olduğuna görə D variantı da səhvdir. BC arasında qalırım. To be olmalıdır. Bir də feilin neçənci forması? 3. Electing
Elə feili üçüncü forması yoxdur. Elected. The Prime Minister was elected. Sualda was keçib qabaq. Bu qədər sadə. Əksəriyyət də keçmiş zamanda verilib. Gəl buna baxaq. İndiki davam edici zaman. İndiki davam edici məhsula çevirən neyin edim? Əmzar, being, feil üstəcil 3. Yəni mənə əmzar, being, bir də feil üstəcil 3 olan variant lazım. Burada məsələn were var. Burada da were var. Amma sual cümləsi olduğuna görə bu ar-hara keçməlidir. Mübtədanın önünə keçməyib. Bin də ancaq bilirsiniz ki, have has had-lə işlənər. Heç nə, Y variantı qalır. Bu qədər sadə. Bir də biclik deyim, bir dənə, iki dənə variantı elə çıxmaq olur. Bunu sual cümlələrində keçərsiniz. Sual əvəzlikləri, sual sözlərindən sonra heç və article və əvəzlik gəlmir. Məsələn, who's, who, who my, who they, who you, belə şeylər yoxdur. O ancaq cəngəlikdə meymunların çıxartdığı səslərdə ola bilər. Məsələn, bu 17-yə gəl baxaq, görək necə tezdir. Present simple. Deməli, mənə əmizar lazım. A-da yoxdur, B-də yoxdur, D-də yoxdur, Y-də yoxdur, qaldı C. Niyə köməkçi verir heç nəyin qabağını keçmiş? Çünki what problems özü mübtədadır. Hansı problemlər? Bu da xəbər. Hansı problemlər toxunulur? Heç nəyə ehtiyac yoxdur. Fikirləşməyə də ehtiyac yoxdur. Neyinə deyə orada? Sadəcə səhvlər çıxdı, cavab çıxdı. Gəl buna baxaq, bir balaca burada baş sındıracaqsınız. Bir balaca. Biz deyirik ki, heç bir sual sözündən sonra əvəzlik gəlmir. Votdan sonra ziz gəlir. Bunu çıxardıram gedir. Hətta məhsula çevirmisənsə, orada mütləq to be forması olmalı. Mən burada görmədim. Does indiki sadədir. A-da indini göstərə heç də yoxdur. Was var. Mənə əmizar lazımdır. Burada da was var. Mənə əmizar lazımdır. İndi cavab C-dir, yoxsa D-dir. Məlumda olan cümlənin köməkçi feili keçib mübtədanın önünə. Azərbaycan burada mübtədadır. D variantında məlumda olan, daha doğrusu məhsulda olan köməkçi feil keçib mübtədasının özünə. Önünə. Burada, yəni D variantında da mübtəda Azərbaycan. Yəni nə başa düşdük? Məlumun mübtədası, məhsul mübtədası olub deyə bu variant da səhvdir. Onun nə qaldı? C. İndi sual verim. Niyə votdan sonra direkt burada xəbər gəlib? Niyə köməkçi və mübtədanın önünə keçməyib? Çünki vot özü mübtədadır, birbaşa xəbərini uzlaşır. What is exported? Nə ixrac edilir, nə satılır? Tamam mı? Zaten tapmaq asandır. Amma bir də gəl belə baxaq. Azərbaycan mübtədadır. Export ixrac eləyir. Nəyi? Elə nəyi sözün özü tamamlıqdır. Tamamlıq da gəlib məhsulda mübtəda olur. Mübtəda olan sual sözümüzlə birbaşa xəbər istəyir. Anlata bildimmi? İmtihana yenə deyim, çox sadə düşür. Çox sadə düşür. Dəhşət sadə düşür. Bir dənə də bitmiş deyil, söhbəti bağlayaq. Have hasdirsə indiki bitmiş, yəni have hasdən sonra feilin üçüncü forması. İndiki bitmiş, had olsa keçmiş bitmişdir. Yəni mənə have been, has been olan variant lazımdır. Burada mən had görürəm. Burada been yoxdur. Sual cümlələrində nə dedik? Have, has, had, əmza, was, were, will, would, əmza, was, were. Muğda keçib mübtədanın önünə. A-da keçib, D-də keçməyib, Y-də keçməyib. Have-lə bini yanaşın eləməyək. Verməyək. Bir tane də başqa bir şey demişdim. Heç bir sual sözündən sonra əvəzlik gəlmir. Qalır nə? A. Biraz da lap dərindən elmi yanaşsaz, mübtəda, xəbər, tamamlıq. These essays, bunlar tamamlıqdır. Gəldi məhsulda oldu mübtəda. Mübtəda, 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 mübtəda. Köməkçi verir, keçməlidir. Mübtəda varsa əgər, bu qızıl cümlədə dediyim indi. İstənilən sual cümlələrində mübtədanı görürsünüzsə, who-what demirəm. Adi sözlə, əvəzi ilə mübtədanı görürsənsə, köməkçi verir, keçməlidir qabağına. Keçib, 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 keçməyib, keçməyib. Yəni have, has, had keçməlidir. Burada da indiki bitmişdir deyə. Had lazım deyil. Have, has. C-də də bini yoxdur.
Çünki məhsul to be-nin forması olmadan düzələ bilmir. Bu qədər net. İndi digər qaydalara bax. Amma digər qaydalara baxmadan öncə testin üzərindən qısa, net şəkildə deyim. Söhbət də nədir? Bağlansın. Sonra gedərik qaydalara. 4 dənə, 5 dənə cümlə verəcək. Deyəcək hansı cümlə məhsuldadır ya da məhsulda deyil. Əsasən də sualda verirlər. Cümlənin sonunda sifət varsa məhsul növ deyil. Cümlənin sonunda mine, yours, his, hers, ours, yours, theirs sadəcə apostrof s ya da s apostrof nöqtə ya da sual işarəsi. Yəni özünəsə isim yoxdur. Bunlar məhsul deyil. Yəlikdən sonra isim gəlsə yox, yəlik, nöqtə ya da sual. Məhsul deyil. Məhsulun düsturu nədir? To be üstəcək feilin 3-cü forması. Biz dedik bunlardan biri var, biri yoxdursa avtomatik səhvdir. Məsələn, birinci cümlədə was var, amma cümlənin sonunda sifət çolluyur. İkinci cümlədə 3-cü forma var, to be-nin forması yoxdur. Məhsul deyil. İkinci cümlədə, sorry. Üçüncü cümlədə okey, 4-də də the fish was bought at the market. Bu da düzdür. 1-2 səhvdir. İndi 47-yə baxaq. Hansı cümlənin sonunda sifət var? Getdi. 4-cü cümlə niyə səhvdir? Were there nə deməkdir? There were'in sual forması. There were nə deməkdir? Var idi. İndi sualda verəcək, yəni var idi. Var heç Azərbaycan dilində bizim heç bilmir feil yoxsa nədir? Hər halda təsirsizdir, məhsul növ deyil. Yəni uzun sözün qısası. There's, there are ilə. There was, there were, there is, there are. Yəni bunların sualı olsun. Is there, are there, was there, were there. Bunlarla cümlə başlayırsa məhsul növ deyil. Deməli 3 qayda çıxdı buradan. 1. Cümlənin sonunda sifət, mine, yours, his, hers, ours, yours, theirs. Bir də isimsiz apostrof s ya da s apostrof varsa məhsul deyil. O isimsiz yəliyi ona görə deyib ki, birdən verərlər. Əslində materialı yoxdur. 2. Zeri zəra ilə başlayan cümlələr məhsul deyil. 3. To be üstəcə feilin 3-cü forması olmalıdır. To be'si var, feil yoxdur. Feili var, to be'si yoxdur. Avtomatik məhsul deyil. Və nəhayət son. Məlum növ, məhsul növ. Hansı feillər məlum növə çevrilir? Təsirli feillər, tamamlığı olan təsirli feillər. Hansı feillər məhsul növə çevrilmir? Təsirsiz feillər. Təsirsiz feillər tamamlığı olmayan feillərdir. Məsələn, getmək, gəlmək, ağlamaq, hoppanmaq, tullanmaq. Bunlar tanılıq tələb eləmir. Nəyi, nəyə, kimi, kimə. Bu suallar istəmədiyinə görə bunlar təsirsizdir. Və məhsula çevirə bilmir. Amma söymək, döymək, görmək, bilmək nəyi, kimi, baxmaq kimə, nəyə tanılıq tələb eləyir. Onda bu feillər məhsula çevrilir. İndi baxın, can't be çevrilə bilmir. Tərcümə eləmək nəyi? Kitabı. Deməli nə? Tanılığı var, çevrilə bilir. Yəni kitab tərcümə edilib. Yağış yağmaq çevrilməyəcək, baş vermək çevrilməyəcək. İnsanlar danışır İspanca, yəni İspanca danışılır. Deməli çevrilir. 2-4 çevrilmir, 1-3 çevrilir. Baş verdi, çevrilmir, qar yağdı, çevrilmir. Almaq nəyi çevrilir, paketləmək nəyi çevrilir. Gitara ifa eləmək nəyi çevrilir. Yoxlamaq, check-up eləmək kimi çevrilir. Çöldə oynayır, çevrilmir. Nə bilim, qayığın ətrafında üzürdü, çevrilmir. Bu qədər net. Okay? İndi gedək qaydamıza. Cümlənin sonunda sifət, mine, yours, hers, ours, yours, theirs varsa, məhsul növə nə eləmir? Çevrilmir dedik. Ekranda da görürsünüz. Ha sualda, ha tərsi fərqi yoxdur. There's, there are, there was, there were ya da bunların sualı is, there are, there was, there were, there varsa məhsul növə çevrilmir. Ekranda görürsünüz. To be üstəcə verb 3, yəni feil 3. Bu məhsulun düsturudur. Bu ikisindən biri var, biri yoxsa məhsul deyil. Məsələn,
Feilin üçüncü forması yoxdur. Burada isə to be'nin forması yoxdur. Feillərin sayı çoxdur. Bir qism çox işlənən təsirsiz feillərdən burada vermişəm. Elə feillər də var ki, həm təsirli olur, həm təsirsiz olur. Bu necə fərqləndirək? Özündən sonra tamamlığı varsa təsirlidir, yoxsa təsirsiz. Yəni tamamlığı olmayan lüboy feil məchula çevrilmir. Görürsünüz. Yox, 4 t artıqdır burada, hər nəysə. Çöldə oynayır, şəhər böyüyür, çevrilmir. Amma bir də var ki, məsələn, deyirsən ki, I grow vegetables. Tərəvəz becərirəm, yetişdirirəm. Nəyi? Çevrilir. Bir də var deyir ki, I grow old. Mən qocaalaram. Görsən? Burada tamamlığı yoxdur, burada var. Deməli, bu çevrilir, bu çevrilmir. Belə, hələlik özünüzə yaxşı baxın.